Salam değerli izləyicilər, bu hərbçilərin aldığı məbləğ dəyişdi və yanvarın 1-dən olacaq dəyişikliyi diqqətinizə çatdırıram. Videonu paylaşa bilərsiniz. Burada üstəgəl işarəsinə bir dəfə vurun ki, kanalımıza abunə olasınız. Nazirlər Kabineti zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçulara daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında qərarda dəyişiklik eləyib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qaydanın adı dəyişdirilib. Hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə ödənilən işdən çıxarma və müavinətin miqdarı və ödənilməsi şərtləri haqqında olacaq və hazırda məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla hərbi xidmətdən başqa əsaslara görə buraxılmış zabitlər, deməli zabitlərə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə 2 aylıq maaş həcmində işdən çıxarma pulu verilir. Dəyişikliyə əsasən gələn il yanvarın 1-dən bu halda hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə 2 aylıq vəzifə və rütbə maaşı həcmində işdən çıxarma pulu veriləcək. İndi pensiya almaq hüququ olmadan tərxis edilən uzun müddət xidməti 4 ildən az olan gizirlərə, miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə maaşın yarısı, uzun müddət xidməti 4 il və daha çox olanlara aylıq maaş və 4 ildən əlavə hər il üçün maaşın 1/5 həcmində işdən çıxarma pulu verilir. Gələn ildən pensiya hüququ olmadan xidmətdən buraxılan, təqvimi xidmət müddəti 4 ildən az olan gizirlərə, miçmanlara, maxelərə və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə 1 aylıq vəzifə və rütbə maaşının 50% həcmində, təqvimi 4 il və daha artıq xidmət edənlərə 4 il xidmətə görə 1 aylıq vəzifə və rütbə maaşı və 4 ildən artıq xidmətin hər tam təqvim ili üçün əlavə olaraq 1 aylıq vəzifə və rütbə maaşının 20% həcmində, lakin ümumi məbləğ 2 aylıq vəzifə və rütbə maaşından çox olmamaqla işdən çıxarma pulu veriləcək.